Qardaşlar, dostlar, bildiyiniz kimi İlham Əliyev Avropaya gəlib sülənməyə, Avropa İctimai Siyasi Birliyi deyilən bir birlik var. Macron, Fransa prezidenti Macronun təşəbbüsü ilə bu birlik yaradılıbdır. Bu birlik o məqsədi daşıyır ki, yaradılmasında məqsəd oydu ki, Avropa Birliyinin 27 ölkəsindən daha geniş əhatə çərçivəsi daha geniş olsun. Başqa ölkələr də Avropaya yaxınlaşsın, Avropa tərəfdə olsun, Avropanın maraqlarına xidmət eləsin. Və dəyərli vətənlərim, İlham Əliyev 4 ildir, 7 ildir yaranan təşkilata İlham Əliyev ümumiyyətcə 4 ildir İlham Əliyev getmirdi, üstəlik 4 ildir İlham Əliyev Macronu söydürürdü. Ancaq Macronu söydürürdü. Fransanı parçalamaq üçün Kaledoniya güya orada hökumət qurmuşdu, mühacir hökuməti Azərbaycanda, nə bilim, nə. Dəyərli vətənlərim, Macronu söyürdü və 4 il idi blok eləmişdi, getmirdi. Necə deyərlər, boykot eləmişdi. Amma İlham Əliyevin hakimiyyəti təhlükə altında olduğundan dolayı hər yerə qarğa dimdiyini İlham Əliyev soxmaqla məşğuldur. Bu aralarda yaş keçib stresdən mehribana soxa bilmir. Ancaq bütün o harada təşkilat deyilən, konferans deyilən nə olsa girməyə çalışır. Prezidentlərin də girməyi belə olur da. Uzun sözün qısası, İlham Əliyev biabırçı bir hadisə törətdi bugün Avropada. Paşinyanı qucaqlayaraq, Paşinyanın üzünə gülə-gülə, yaltaqlana, Paşinyanı qucaqlayaraq Macrona və digər ölkə prezidentlərinə bizim Ermənistanla problemimiz yoxdur görüntüsünü yaradırlar ki, İlham Əliyevə yer versinlər, Paşinyana görə hörmət eləsinlər. Puh, oğul boyunu yerə soxum, diktator boyunu yerə soxum sənin. Mən burada qabil olaraq Paşinyana 2 kəlmə xoş söz desəydim, bütün trolları töymüşdünüz üstümə, tökərdiniz üstümə, vətən xain eləyərdiniz, erməni maliyyələşdirir deyərdiniz. Aya, 9700 şəhid vermişik, 9700, 44 günlük savaşda. Yalandan deyirlər 3000. 9700-dən çox şəhid vermişik. Və niyə sizin İlham Əliyev, Dəmir Yumruq, Müzəffər, Ali, Boş, Komandan və niyə ki Paşinyanı qucaqlayır, yalvarır Paşinyana? Niyə? Dünən də Paşinyan götə döndərdi, dedi ki, Zəngəzur söhbəti heç bir sənəddə yer almayıb, gətirin ortaya sənəd qoyun, görüm qoya bilirsinizmi? Hamısı yalandır Azərbaycan tərəfi İlham Əliyevin danışdığı. Sözündən belə çıxdı. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, 9700-dən çox şəhid verən İlham Əliyev gedib Paşinyanı qucaqlayır. Hələ nəzərə alın ki, Qazağın kəndləri qaytarılmayıb. Hələ nəzərə alın ki, Naxçıvanın kəndləri qaytarılmayıb. Hələ nəzərə alın ki, sülh müqaviləsi heç bir ərazi razılaşması olmayıb. Hələ nəzərə alın ki, Qarabağ ermənilərin gəlişi üçün boş saxlanılır. Amma polislər evlərin için talasa da. Amma sizin prezidentiniz gedib Paşinyanın boynunu duz kimi yalayır. Qucaqlayır Paşinyanı, qucaqlayır Paşinyanı. Ay İlham sevən cırıq balaları, qəhbə balaları. Ay oğraş köpək uşağı. Balalarınız ona görə mi qırıldı? Yarımcan oldu İlham Əliyev Paşinyanı belə qucaqlasın. O zaman qucaqlaya bilərdi ki, biraz heç olmasa göz yaşımız quruyardı, şəhid qanı quruyardı, heç olmasa ətdən sümü yaralanardı, heç olmasa için düşən yüzlərlə adam tapılıb dəfn edilərdi, heç olmasa əsirlər dəyiş tokuş eləyərdi, heç olmasa koridor verərdi bir Naxçıvana. Ay oğraşlar, İlham sevənlər, İlham Əliyevin siyasət aparıb işləyənlər, ay cındırlar, ay valik balaları,
Ay anasının cırıq, anası Valikin qarnında erməni şeyini dişləyib çıxanlar. Bəs deyirdiniz İlham Əliyev müzəffərdir, əyilməzdir. Ay Çin kimdir? Ay Türkiyə kimdir? Ay İranı biz belə dağıdarıq. Ay Rusiya ilə siz müharibə hazırlaşırdınız. Zaten nə qədər gic dallaq adamlarsınız sizə. Nə qədər gic dallaq adamlarsınız. Hakimiyyət tərəfi deyirəm, mənim izləyicilərim demirəm. Siz zaman Erdoğanla müharibə elədiniz. Erdoğana savaş açdınız. İrana savaş açdınız. Oradan ora Fransaya savaş açdınız. Bidenin vaxtında Amerikanı ştatlara bölmüşdünüz. Ay uğraşlar. Son zamanlarda Putin'in dalını dağıtmışdı. Rusya Kremli yandırırdı. Dəlisiniz siz. Ay İlhamın tulaları. Siz bir kino var onu yığışdırırlar o. Köpəklər durur, köpəklər durur o. Arif Kuliyevin kino. Ne gündə siz İlham Əliyev deyir, hır, fıs, kız, hamısı, ham. O şeyin Təranə Qumralın qızı yaxşı oxuyur, elə. Havlayır, ham. Tfu. Ay şəhid anaları. Ey şəhid anaları, ey qazi anaları, ey itkin düşmüşlərin anaları, ey evinə bəla gələnlər. Ey bu savaşda, ey bu İlham Əliyevdən hər şeyini itirənlər, çox şeyini itirənlər, şərəfini, bədənini satmaqdan başqa Azərbaycanda yaşama şansı qoymayan bu İlham Əliyev Paşinyanı bugün qucaqlayır, üzünə gülüb yaltaqlanır Paşinyandan. Paşinyan buna dəstək olsun, Avropa buna qucaq açsın deyə. Makrondan da üzr istəyir və üzr istəyən zaman bir neçə prezidentin yanında İlham Əliyev bu sözləri deyir. Cənab Makron, məni bağışlayın. Mən sizə qarşı səhv addım atmışam. Məni bağışlayın. Puh! Üzünə tüpürüm abel oğul. Bakın bağışladılar. İki sallanan bağışladılar. Yok. İki sallanan bağışladılar. İlham Əliyevə bir dənə də tullanan bağışladılar. Kız evində toydu, oğlan evinin xəbəri yoxdur. Bütün hakimiyyət kanalları dönənə kimi nə deyirdi? Nə deyirdi? Hələ mən də dedim, hala bir saxlayın cücəni payızda sayarlar. Gördünüz mü? Yazdan bu vaxta qədər, yazdan deyirdilər ha. 2026-cı ildə Avropa İctimai Siyasi Birliyi Ermənistanda və Azərbaycanda olacaq. Sonra Azərbaycanda olacaq. Mən nə dedim? Cücəni payızda sayarlar. Gördünüz mü? Bugün saydılar cücəni. Cücələrə eksik gəldi. İlham Əliyevin bütün yüzü qara oldu. 2026-cı ilin Mart ayında Ermənistan demokratiya uğrunda, söz azadlığı demokratiya uğrunda sərbəst media, sərbəst toplaşmaq çox irəliləyiş eləyibdi Ermənistan. Demək olar ki, siyasi məhbusda heç bir dənə də yoxdur Ermənistanda. Ermənistanda 2026-cı il Mart ayında Avropanın İctimai Siyasi Birliyinin növbəti 8-ci toplantısı Ermənistanda keçəcək. 50 hökumət başçısı gələcək ora. İlham da sümsük kimi gedəcək əgər qala bilsə Mart ayına qədər ora. Azərbaycanda isə əslində payızda olmalıydı, oktyabrda, 2026-nın oktyabrında. Olmadı. 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 2026-cı ildə olmadı. 28-ci ildə. 28-ci ildə İlham qalası olsa, hakimiyyəti getməsə, xalq ayağa qalxıb İlhama pas soxmasa, İlham Əliyev bir dənə siyasi məhbus olmasa, İlham Əliyev Putinin qucağında, Erdoğanın qucağında oturmasa, sərbəst toplaşma azadlığı Əli Kərimi bir dənə meydan deyəndə bir adamı yolda qabağını kəsməsələr, bu da mümkün olan şey deyil. İlham Əliyev 28-ci ildə, yəni İlhamsız Azərbaycanda inşallah ki, ona görə 28-ci ilə saldılar ki,
Ona göre plan üzrə gedir də bu. Ona göre ged İlham Əliyev oturun otda yine. Ged oturun otda. Hələ o da salmadılar ha. Hələ onu da düşünürlər. Hələ onu da düşünürlər. Ged oturun otda. Təsəvvür eləyin dəyərli vətənlər. Bütün 50 dənə, baxın 50'yə qədər devlət, 49 devlətin başçısı binanın qabağında gəlir, qırmızı xalçanın yanında maşın saxlayır. Sürücü. Prezident düşür, baş nazir düşür, qırmızı xalçanın üstündən gedir. Bizdə düşən kimi məlumat aldım ki, blok edər, çır-çır çığırıbdı Azərbaycanlılar. İlham maşına minib getdi, dal qapıdan girib. Dal qapıdan girib. İnanın mənə. Odur, bax, mənə material isti gəlir, bax. İlham Əliyev dal qapıdan maşına elə bir düşüb, təzdən maşına oturubdu. Çığırmışda, cənab prezident və yaxud İlham Əliyev. Çığırmışda, biz də müsahibə İlham Əliyev təzdən minib maşına. Gedir, dal qapıdan gedir, dal qapıdan. İlham Əliyev. Ora Almanya deyil, ora İsveçrə, Fransa deyil, səni yaxalayarlar. Orada, nə orada? Mehman Hüseynovun qardaşı, Emin Hüseynovun Mehmanın qardaşı Emin olacaq. O da mədəni sual verəcək. İlham Əliyev mədəni sualın belə qabağında sıçıb batıracaq deyə hələ tam müxalifət yox. Ortada qalan o mediaların əlindən İlham Əliyev qaçır. Qaçma. Allah önü tiksin.